Salam, hər vaxtınız xeyir şagirdlər. Sizinlə bugün güvən nəşriyyatın keçirdiyi blok imtahanının kimya suallarına baxacağıq. Birinci sualımız: hansı qaz suda həll olduqda turşu əmələ gətirir? Hidrogenin suda həll olmadığını bilirik. Azotun suda həll olmadığını bilirik. Metanın suda həll olmadığını bilirik. Amonyak suda həll olduqda amonium hidroksid əmələ gətirir və bu turşu deyil, qələvidir. Cavabımız xlor. Xlor suda həll olduqda xlorid turşusu və hipoxlorid turşusunun qarışığı əmələ gəlir. Molekulunda 3 metil qrupu olan C5H10 formullu alken üçün doğru olan ifadələri seçin. 3 metil qrupu olan şərtinə əsasən biz formulu düzgün qurmağı bacarmalıyıq. Düzgün formul bu formada olacaq. Şaxəsiz quruluşa malikdir. Xeyr, şaxəli quruluşa malikdir. Molekulunda asimetrik karbon atomu var. Xeyr, heç bir karbon atomu asimetrik quruluşda deyil. Burada asimetrik karbon atomu deyil, yəni. Molekulunda sp2s orbitallarının örtülməsindən əmələ gələn 2 rabitə var. Xeyr, sp2s örtülmədən əmələ gələn burada 1 rabitə var. Çünki sp2 hibrid halında olan karbonlarda bir hidrogen atomu olduğuna görə 1 sp2s örtülmədən əmələ gəlmiş rabitə mövcuddur. Cis-trans izomerləri var. Xeyr, cis-trans izomerləri yoxdur. Çünki 2 qat rabitəli karbonların birində eyni karbon atomları mövcud olduğuna görə bunun cis-trans izomeri yoxdur. H-xlor ilə Markovnikov qaydası üzrə reaksiya daxil olur. Bəli. Çünki 2 qat rabitəli karbonların birində hidrogen mövcuddur, o birisində hidrogen yoxdur. Cavabımız Y variantı. Fosfor üçün hansı ifadələr doğrudur? Şürd ilə reaksiyada reduksiya olunur. Bunun üçün reaksiyaya baxmaq lazımdır. Şürd burada -2, fosfor isə müsbət 5 oksidaşma dərəcəsi göstərir. Fosfor 0 oksidaşma dərəcəsindən müsbət 5 oksidaşma dərəcəsinə yüksəldiyinə görə reduksiya edicidir və oksidləşir. Ona görə birinci variantımız səhvdir. Xlorla reaksiyaya daxil olmur. Xeyr, fosfor xlorla xlor mühitində 2 cür reaksiyaya daxil ola bilir. Xlor çox olduğu mühitdə p-xlor 5, az olduğu mühitdə p-xlor 3 əmələ gətirir. Ona görə bu variantımız da səhvdir. Kalium xloratla reaksiya daxil olur. Bəli, düzdür. Cavabımız yalnız 3. Kalsiyum və alüminium 1 mol miqdarında hərəsindən götürülmüşdür və duru sulfat turşusu ilə reaksiyadan əmələ gələn qazın həcmini istəyir. Kalsiyum H2SO4 ilə reaksiyasından kalsiyum sulfat və 1 mol hidrogen qazı ayrılır. Alüminiumun qatı sulfat turşusu ilə reaksiyasından alüminium sulfat və hidrogen qazı ayrılır. Reaksiyanı əmsallaşdırmaq üçün alüminium qarşısına 2, sulfat turşusunun qarşısına 3 və hidrogenin qarşısına 3 əmsalı atılmalıdır. 1 mol kalsiyumdan 1 mol hidrogen ayrıldığını görürük. Yəni A 22,4'dür. 2 mol alüminiumdan
3 mol hidrogen ayrıldığını görürük. 1 mol alüminiumdan 1,5 mol hidrogen ayrılacaq. 1,5 mol qaz 33,6 litrdir. Çünki 1,5'i 22,4-ə vuranda 33,6 əmələ gəlir. Toplamını istəyir bizdən. Bunların da toplamı 56 litr. Cavabımız Y variantı. Hansı maddənin 1 molunun dissosiasiyasından daha çox ion əmələ gəlir? A variantında 1 mol natrium hidroksitdən 1 mol natrium və 1 mol OH ionu əmələ gəlir, yəni A variantında 2 mol ion əmələ gəlir. B variantında sulfat turşusunun 1 molundan 2 mol hidrogen, 1 mol sulfat ionu əmələ gəlir, yəni B variantında 3 mol ion əmələ gəlir. C variantında kalsium hidroksitdən 1 mol barium 2 mol da hidroksid ionu əmələ gəlir, yəni C variantında da 3 mol əmələ gəlir. D variantında kalium ortofosfatdan 3 mol kalium ionu və 1 mol PO4 ionu yaranır. Yəni D variantında 1 mol maddədən 4 mol ion əmələ gəlir. Cavabımız D variantı. Kalium xloridində 1 molundan 1 mol kalium, 1 mol da xlorid ionu əmələ gəldiyinə görə bu da cavabımız deyil. 66. Yüksək molekullu birləşməni müəyyən edin. Yüksək molekullu birləşmə ya plastik kütlə, ya kauçuk, ya da lif olmalıdır. Biz də lafsanın lif olduğunu bilirik. Cavabımız D variantı. 67-ci sualda 67-ci sualda X atomu 3 elektron aldıqdan sonra deməli modeldə göstərilən vəziyyətə gəlmişdir. Bizdən X atomu haqqında doğru ifadələri, ümumiyyətlə doğru ifadələrin göstərilən bəndi istəyir. Deməli, deyir ki, X atomu normal halda 5 valentli olur. X atomu əgər 3 elektron aldıqdan sonra şəkildən görürük ki, 2s, 2, 2p 6 vəziyyətinə gəlmişdir. Deməli, əvvəl 2s, 2, 2p 3 vəziyyətindəymiş. P 3 vəziyyətindəymiş. 2s, 2, 2p 3 vəziyyətindəymiş. Normal halda 5 valentli olur. Xeyr, burada həyəcanlanma baş vermədiyinə görə 5 valentli olması mümkün deyil. 1 səhvdir. İkinci dövr 5-ci A qrupudur. Bəli. İkinci dövr 5-ci qrupdur. Düzdür. İyonun elektron formulu az əvvəl yazdığım kimi 2s2, 2p6-dır. Bu da düzgün ifadədir. Deməli, 2 və 3 düzgün ifadədir. Dördüncü ifadəyə baxırıq. X hidrogenlə XH3 tipli uçucu olmayan birləşmə əmələ gətirir. X qeyri-metal olduğuna görə uçucu birləşmə əmələ gətirir. Ona görə də dördüncü variant da düşür. Cavabımız A variantı. 68-ci sualda PKO5-in əmələ gəlmək istiliyini istəyir, yəni A-dır. A-nı ifadə eləmək üçün reaksiyanın istilik effektin bölməliyi PKO5-in əmsalına, yəni 2-yə. B-də isə fosforun yanma istiliyini istəyir. Bunun üçün də reaksiyanın istilik effekti fosforun əmsalına bölməliyik. Və bunların toplamını istəyir bizdən. Deməli, birincisi 0,5 Q-dür. O birisi də 0,25 Q. Bu cəmi 0,75 Q eləyəcək. Bu da 3-də 4, 4-də 3 Q cavabımız olacaq.
69-cu sual. Hansı sırada bütün maddələr gübrə kimi istifadə olunur? A variantında biz barium nitratın gübrə kimi istifadə olunduğunu kitabımızda, dərsliyimizdə görməmişik. Həmçinin natrium xlorid və dəmir 2 sulfat duzlarını. B variantı kalium xlorid, natrium nitrat və natrium xlorid. Kalium xlorid və natrium nitratın gübrə kimi istifadə olunması mümkündür. Natrium xlorid isə gübrə siyahısında deyil. Gübrə siyahısında gümüş bir ortofosfat duzu da yoxdur. Ona görə də C variantı düşür. D variantında gümüş bir nitrat, yenə də gümüş duzları ümumiyyətlə gübrə kimi istifadə olunmur. Ona görə düşür. Y variantında karbamid, presipitat və amonium sulfat var ki, bunlar da bizim məşhur gübrələrimizdir. 70-ci sualda verilmiş maddənin adını bizdən istəyir. Metil qrupları qarşı karbonlarda olduğuna görə bu paraksiloldur. Benzol nüvəsinə metil qruplarının birləşməsindən əmələ gələn maddələr ksilollardır. Bilirik ki, qonşu karbonlarda olursa ortoksilol, aralarında bir karbon atomu olursa metaksilol, qarşı karbonlarda olursa paraksilol olur. 71-ci sualda çətin əriyən şüşə, adi pəncərə şüşəsi haqqında ayrı və ümumi fikirləri istəyir. Metalları şüşələrə uyğun Eyler-Venn diaqramında qeyd etmək lazımdır. Çətin əriyən şüşənin tərkibində kalium, adi pəncərə şüşəsinin tərkibində natrium, hər ikisinin tərkibində kalsium mövcuddur. Onun üçün də cavabımız kalium, kalsium və natrium olur. Cavab B variantı. Asetilen, etilen və etan qazları üçün ümumi olan ifadələri istəyir. Qaz halındadır. Bəli, hər üçü qaz halındadır. Bromlu suyu rəngsləşdirirlər. Asetilen və etilen bromlu suyu rəngsləşdirir. Etan isə bu reaksiyaya girmir. Tam yanma məhsulları, bəli, bütün karbohidrogenlərin tam yanma məhsulları karbon qazı və sudur. Cavabımız 1-3. Yetmiş-üçüncü sual. Verilmiş reaksiyalardan hansı laboratoriyada oksigenin alınma usulu deyil? Kalium nitrat, kalium xlorat, su və civə 2 oksidin parçalanmasından oksigenin laboratoriyada alınması mümkündür. Biz bilirik ki, fotosintez üsulu ilə oksigenin alınması bu yalnız təbiətdə mümkündür. Ona görə də bu laboratoriyada oksigenin alınma üsuluna aid deyil. Cavabımız Y variantı. Hidroliz zamanı yaranan mühit doğru verilmiş duzlar. Dəmir 2 sulfat zəif əsasdan və qüvvətli turşudan əmələ gəldiyinə görə mühitin turş olması düzgündür. Çünki sulfat turşusu qüvvətlidir. Dəmir 2 hidroksid isə zəif əsasdan. Natrium nitrat qüvvətli əsasdan qüvvətli turşudan əmələ gəlmiş duzların mühiti neytral olur. Burada əsası yazılması səhv ifadədir. Mis 2 xlorid mühitin neytral olması yenə də səhv ifadədir. Çünki zəif əsasdan qüvvətli turşudan yaranıb. Qüvvətli turşudan yaranıbsa mühit turş olmalı idi. Kalium sulfid qüvvətli əsasdan zəif turşudan əmələ gəlib. Qüvvətli əsasdan əmələ gəldiyinə görə də mühit əsasi olmalıdır. Düzgün verilib. Cavabımız 1-4 A variantı. Aşağıda formulu verilmiş maddələrdən hansının sənayedə istifadə olunan adı yanlışdır? Natrium nitrat çili şorası. Bəli, bu doğru ifadədir. Kalsium karbonat əhəngdaşıdır. Bəli. Kalium nitrat Norveç şorası. Xeyr, kalium nitrat Hindistan şorasıdır. Kalium nitratın adı səhv verilib. Cavabımız C variantı. Oksigenin kütlə payı bərabər olan maddələri istəyir bizdən. Bu adi kütlə payı hesablamasıdır. Düşünürəm ki, bunu hər kəs bilir. Bunun üçün düzgün ifadəni müəyyən etmək lazımdır. Hesablama qaydasında biz qarışqa turşusunda oksigenin kütləsinin 16 olduğunu bilirik. Ümumi kütlə 30'dur. Və süd turşusunda
C3H6O3. Burada 48 oksigenin kütləsidir. Ümumi kütlədə 90'dır. Burada kəsirlər bərabər olduğuna görə cavabımız C variantı olacaq. Hamısını hesablamağa vaxtımız olmadığına görə birbaşa cavabı deməyə məcburuq. Yetmiş 9-cu sual. Üzr istəyirəm. Alkilamin nisbi molekul kütləsini hesablamağımızı istəyir. Alkil radikallarının ümumi formulunun CnH2n plus 1 olduğunu bilirik. Amin qrupu da NH2'dir. Ümumi kütləsini hesablasaq 14n plus 1, azotun kütləsi 14, hidrogen də 2 hidrogen olduğuna görə 2 yazırıq. Bu da 14n plus 17 eləyir. Cavabımız B variantı. C5H10O4. Bu dezoksiribozadır. Bu monosaxarid üçün hansı ifadə doğrudur? Gümüş güzgü reaksiyasına daxil olur. Bəli, dezoksiriboza aldozalara aid olduğuna görə gümüş güzgü reaksiyasına daxil olur. Olmur ifadəsi yanlışdır. H2 ilə reaksiyasından 5 atomlu spirt əmələ gəlir. Xeyr, 4 atomlu spirt əmələ gəlir. Çünki dezoksiribozanın molekulunda 3 hidroksid qrupu var idi. Biri də aldehid qrupundan yaranır. Bu da olur 4 atomlu spirt. Bu da yanlışdır. 4 atomlu aldehid spirtdir. Xeyr, normal vəziyyətdə 3 atomlu aldehid spirtdir. Hidroliz etmir. Bəli, monosaxaridlər hidroliz etməz. Cavabımız D variantı. 79-cu sual. Gümüş bir oksidin amoniakda məhlul ilə reaksiyaya daxil olub, gümüş, karbon qazı və su əmələ gətirən maddələri seçin. Bilmək lazımdır ki, gümüş bir oksidin amoniakda məhlulu ilə aldehid qrupu olan birləşmələr reaksiyaya girir. Ona görə də indidən A variantından sirkə turşusun, B variantından da metil spirtin çıxmalıyıq. Aldehidlər gümüş bir oksidlə reaksiyaya girən zaman turşu yaradır. Məsələn, qarışqa aldehidi reaksiyaya girsə, qarışqa turşusu yaratmalı idi. Karbon qazı və su isə karbonat turşusudur. Ona görə cavabımız D variantda deyil. Y variantında asetaldehiddir. Asetaldehid də gümüş bir oksidlə oksidaşan zaman asetat turşusu yaratmalı idi. Burada da yoxdur. Cavabımız qarışqa turşusudur. Qarışqa turşusu gümüş bir oksidlə reaksiyaya girən zaman karbonat turşusu yaradır. Karbonat turşusu davamsız birləşmədir. O da karbon qazı və suya parçalanır. Fosfor kimyəvi elementinin cütləşməmiş elektronların sayını istəyir və P4 molekulunda cütləşməmiş elektronların sayını tələb edir. Qısa elektron formulunu yazsaq fosforun 3s2 3p5 kimi yazarıq. 3p3 üzr istəyirəm. 3p3 kimi yazarıq. Cütləşməmiş elektronların sayı P yarım səviyyəsindəkilərdir, yəni 3-dür. A 3-dür. Molekulda cütləşməmiş elektron sayı ifadəsi yanlışdır. Yəni molekulda cütləşməmiş elektron olmur. Ona görə də A ilə B-nin fərqi 3 eləyəcək. Cavabımız B variantı. Etil spirti və asetat turşusundan alınan mürəkkəb efrin formulunu müəyyən edin. Deməli, biz bilməliyik ki, etil spirti və asetat turşusu ümumiyyətlə spirtlər və turşular arasındakı reaksiyadan, oksigenli turşular arasındakı reaksiyadan efirlər alınır. Bunun üçün variantlara baxırıq. A variantında sirkə turşusu və metil spirtindən söhbət gedir. Ona görə cavabımız A deyil. B variantında qarışqa turşusu və metil spirtidir. Bu da variant deyil. C variantında asetat turşusu və etil spirtindən söhbət gedir. Ona görə
Cavabımız C variantı olacaq. Dəm qazı və metanol arasında gedən reaksiya kitabımızda oksosintez reaksiyaları kimi verilir. Asetat turşusunun alınması, bəli. Asetat turşusu alınır bu reaksiyadan. Birləşmə reaksiyasıdır, bəli. Göründüyü kimi birləşmə reaksiyasıdır. Etanol alınması səhvdir. Cavabımız 1-2. 83. 83-cü sualda göstərilən maddə alfa alanindir. Alfa alanindir. Bu birləşmə üçün hansı ifadələr doğru deyil? Zülalların tərkibinə daxildir. Əlbəttə, alfa amin turşular zülalların tərkibinə daxildir. Bu doğrudur. Lakmus rəngini dəyişir. Amin qrupları ilə karboksil qruplarının sayı bərabərdirsə, bu lakmusun rəngini dəyişə bilməz. 2 yanlış. Amin turşudur, əlbəttə amin turşudur. Bu da doğru ifadədir deməli. 2 səhvdir. 3 düzgün ifadədir. Amfoter maddədir, bəli. Amin turşular amfoter maddələrdirlər. 3 də doğrudur, 4 də doğrudur. Natrium hidroksidi ilə reaksiya daxil olmur. Amfoter maddələr həm əsaslar, həm turşularla reaksiya daxil olur. Ona görə də 5 də yanlışdır. Bizdən yanlışları istəyir. Cavabımız 2, 5. Səksən beşinci sualda yalnız polyar kovalent rabitəli maddələr verilmiş sıranı istəyir. Polyar kovalent rabitəli maddələr deyəndə biz avtomatik bəsit maddələri düşməliyik, çünki onların molekullarında qeyri-polyar kovalent rabitələr mövcuddur. Ona görə də cavabımız sürətli şəkildə 2 və 4 çıxır. Dəm qazının qatılığının zamandan asılılıq qrafikin verilib və CO-ya görə sürətin hesablanmağını istəyir. Buradan sürət üstürün qeyd edirik. Delta C böl delta T. Yəni, ikinci qatılıqdan birinci qatılığı çıxmalıyıq. Başlanğıc maddələrə görə sürət hesablandığı zaman kəsirin qarşısına mənfi işarəsi qoyulmalıdır. Çünki ikinci qatılıqdan birinci qatılığı çıxanda mənfi ədəd alınacaq. O mənfini itirmək üçün məcburuq və zamana bölürük. Buradan 0,15 mol böl cavabımız 0,15. Almaz və qrafit üçün uyğun ifadələri seçməyimizi istəyir. Laylı quruluşa malikdir. Qrafitin laylı quruluşa malik olduğunu bilirik, çünki qrafitin yazmasının da səbəbi laylı quruluşa malik olmasıdır. Ona görə A qrafit üçün uyğundur. Təbii mineralların ən bərkidir. Demişik ki, bu almazdır. Şüşə kəsmək üçün istifadə olunur. Yenə də almazdan istifadə olunduğunu bilirik. Adi şəraitdə heç biri maye halda deyil. Karandaş istehsalında istifadə olunur. Bu da qrafitə xas bir xüsusiyyətdir. Cavabımız bu şəkildə formalaşır. Səksən səkkizinci sual. 1 mol amonium karbonat, 1 molda naməlum duz verilib. Şərtimiz belədir ki, qarışıqda hidrogen atomlarının sayı bütün atomların sayından 2,5 dəfə azdır. Onda biz bütün atomların sayını tapa bilərik. Amonium karbonatda 8 hidrogen atomu var. Onu əgər biz 2,5-ə vursaq, ümumi atomların sayının 20 olduğunu görərik. Əgər bütün atomların sayı 20-dirsə, onda biz çox rahatlıqla N-i hesablaya bilərik. Amonium karbonatda 14 atom saya bilirik.
Naməlum duzda isə 4 oksigen atomu var. Bu edir 18. Bir ədəd X atomu var. Yəni 1 mol X atomu var. O da 19 mol atom eləyir. Onda N'in 1 olması məcbur edir ki, bütün atomların sayı uyğun olsun. X-in oksidaşma dərəcəsini hesablamaq üçün bu artıq çox sadə olacaq. Natrium sabit 1 oksidaşma dərəcəsi, oksigen sabit -2-dir. X-i buradan hesablasaq, X-in müsbət 7 oksidaşma dərəcəsi göstərdiyin görərik. Deməli, N'imiz 1, oksidaşma dərəcəmiz müsbət 7-dir. Reaksiyalardan alınan maddələr bilirik ki, lityum oksid əmələ gətirir, natrium peroksid əmələ gətirir, kalium isə superoksid əmələ gətirir. Naməlum əsasın, daha doğrusu qələvinin məhlulun suda həll olunması və onların iyonlara parçalanması haqqında sualımız var. Bu sualda məhlulun həcminin 0,2 litr, 200 ml litrə çevirən zaman 0,2 litr edir. Molyar qatlığın 0,2 olduğunu verir bizə. Və biz buradan molyar qatlığın düsturuna görə molu tapmaq üçün molyar qatlığı həcmə vuraraq maddənin neçə mol olduğunu hesablaya bilirik. Bu zaman da buradan nu bərabər 0,4 mol olduğunu görürük. Bizdən həll olan maddədə əmələ gələn kationların mol miqdarını istəyir. Bu zaman biz onun suda həll olmasın və iyonlara ayrılmasını qeyd etməliyik. Deməli, maddənin %4 mol olduğunu hesabladıq. Buradan X N müsbət OH mənfi əmələ gəldiyini görürük. Deməli, %4 mol əsasdan əgər %8 mol OH iyonu əmələ gəlibsə, bu maddənin 1 molundan 2 mol OH iyonu yaranmalıdır. Deməli, maddədə N 2 olaraq hesablanır. Əmələ gələn kationların mol miqdarını hesablayırıq. O zaman 1 mol maddədən 1 mol X N müsbət iyonu əmələ gəldiyini görürüksə, deməli, %4 mol qələvidən də %4 mol X kationunun əmələ gəldiyini hesablayırıq. Bu zaman da bir də cavabımız 0,4 olacaq.